Salam. Gəlin bir anlıq bildiyimiz bütün yaradılış hekayələrini kənara qoyaq. Bugün biz Vahid Rızayevin Kosmos, kainatın yaranışı və insanın mənşəyi ilə bağlı olduqca fərqli və dərin şərhlərini araşdıran füsunkar bir mənbənin təhlilinə başlayırıq. Təsəvvür edin ki, insanlığın yaranış hekayəsi tamamilə kosmik bir fizika çərçivəsində yenidən yazılır. Bilirsiniz, həmişə eşidirik ki, şeytan oddan yaranıb, elə deyilmi? Bəs əgər bu, bəşəriyyəti deyilmiş ən böyük yalanlardan biridirsə, bəlkə bu, sadəcə kosmik bir hadisənin yanlış anlaşılmasıdır. Bax bu sual, ənənəvi yaradılış hekayəsi haqqında indiyə qədər bildiyimizi düşündüyümüz hər şeyə meydan oxuyur və bizi mənbənin düz mərkəzinə çəkib aparır. Elə isə gəlin vaxt itirmədən birinci hissəyə, böyük partlayış və şeytan məsələsinə keçək və zamanın başlanğıcının necə yenidən təsvir edildiyinə baxaq. Ənənəvi olaraq necə düşünürdük? Şeytan oddan yaranıb. Lakin Vahidin şərhinə görə, əslində bu qara varlıq heç də oddan yaranmayıb. O sadəcə olaraq böyük partlayışın o dəhşətli kosmik istisindən, işığından qaçıb. Yəni, mən oddan yarandım iddiası əslində həqiqət deyil. Onun işıqdan qaçdığı o böyük ayrılma anını bildirən bəsit bir metaforadır. Çox maraqlı yanaşmadım. Fikrətin buradakı lingvistik təhlili isə məsələni lap dərinləşdirir. Şeytan sözünü səs və fonemlərə ayırdıqda, onun mənasının odlu demon deyil, əksinə, işığı atan, işıqdan uzaq olan və işıqdan, düşüncədən uzaqlaşdıran olduğu ortaya çıxır. Yəni o, bizi aydınlanmadan və saf işıqdan məhrum etməyə çalışan, kənara çəkən aktiv bir qüvvədir. Yaxşı, bəs bu qəribə atəş yalanı bizim mədəniyyətimizə necə sızıb? İkinci hissəmiz məhz iblisin atəş yalanı adlanır. Gəlin dahi dramaturq Hüseyn Cavidin məşhur İblis əsərindəki o möhtəşəm dialoqu xatırlayaq. İblis lovğalanır ki, özüm atəş, üzüm atəş. İnsan olan Arif isə ona sadəcə belə cavab verir. Mən nurə fəqət talibim, atəş nəmə lazım. Görürsünüz, burada saf işıqla məhvedici atəş arasındakı o nəhəng fərq necə də ustalıqla böyük bir dramatik ironiya ilə göstərilir. Mənbənin burada irəli sürdüyü arqument çox sadə, amma bir o qədər də məntiqlidir. Qara varlığın özünə məxsus heç bir atəşi yoxdur. O ancaq böyük partlayışın qalıq istiliyindən istifadə edərək saxta bir hökmranlıq qurmağa çalışır. Düşünün, əgər istilik doğrudan da şeytana məxsus olsaydı, o zaman insanların yemək pişirmək və yaşamaq üçün istilikdən istifadə etməsi qaranlığa xidmət etmək olardı. Əslində isə istilik böyük yaradanın yaratdığı ilkin işığın sadəcə bir yan məhsuludur. İndi isə gəlin üçüncü hissəyə, cənnət və maddiləşmə mərhələsinə nəzər salaq. Bu hissə bizim cənnət anlayışımızı tamamilə alt-üst edir. Çünki bu mənşə hekayəsinə görə bağı cənnət göylərdə, haradasa əlçatmaz bir məkanda deyil. Elə ən başından bizim planetimizdə, yer üzündə qurulmuşdu. Gedişata baxın, böyük partlayış baş verir, ardınca yer üzündə cənnət yaranır və daha sonra bizi fiziki dünyaya, bu planetə bağlayan o məşhur böyük maddiləşmə mərhələsi başlayır. Burada diqqətimizi 10 ilk müqəddəsə, yəni ilk babalarımıza yönəltməliyik. Onlar yer üzündəki cənnət bağına çox xüsusi bir missiya ilə gəlmişdilər. Məqsəd nə idi? Kainatın işığını artdırmaq və yaradan məkanına geri qayıdaraq, kainatın ovalını daha da genişləndirmək. Bəs hər şey necə pozuldu? Baxın, süqut hekayəsi burada tam fərqli bir rəng alır. Qara varlıq bu müqəddəslərin işığa qayıtmasına mane olmaq üçün kosmik bir qısqancılıqla onları aldadır. Və yeddiləri qadağan olunmuş meyvə heç də alma falan değildi. O, buğda idi. Buğdanın yeyilməsi onların o saf, işıqlı formalarını ağırlaşdırdı, onları fiziki maddiliyə məcbur etdi. Maddiləşmə məhz budur. Amma bir dəqiqə. Bütün bunlar bizi Fikrətin mətndə verdiyi çox haqlı bir suala yönəldir. Əgər cənnət doğrudan da yer üzündə idisə, oradakı bitkiləri, xüsusən də o müqəddəs buğdanı ora kim gətirdi? Kim əkdi onu oraya? Bax, bu sual bizi dördüncü hissəyə, müasir elmə tamamilə alternativ bir baxış təqdim edən ilahi kodlar və təkamül mövzusuna aparır. Elm bizə cansız materiyadan təkamülü və ya kosmosdan gələn sporları, yəni panspermiyanı təklif edir. Lakin bu mənbə tamamilə başqa, heyran edici bir fikir irəli sürür. Zərrədə göndəriş, yəni həyat, eləcə də o məşhur buğda, böyük yaradan tərəfindən bir zərrədə kodlaşdırılmış ilahi kod kimi əvvəlcədən proqramlaşdırılaraq birbaşa yerə göndərilib.
Buna görə də mənbə insanın meymundan təkamül etməsi fikrini qəti şəkildə rədd edir. Bəli, təbiətdə kiçik adaptasiyalar, kiçik təkamüllər ola bilər, amma insan ilk maddiləşmədən bəri özünün o ilkin, unikal kosmik formasını həmişə saxlayıb. Yəni, əmək meymunu insana çevirməyib, sadəcə insan bu ağır fiziki dünyaya uyğunlaşıb. Bütün bu sirlər və hadisələr bizi o yekun və davam edən ən böyük döyüşə gətirib çıxarır. 5-ci hissə işıq və qaranlığın mübarizəsi. Bilirsiniz, ən maraqlısı nədir? Qaranlıq varlıq burada mütləq bir pislik yaradıcısı kimi təqdim edilmir. O sadəcə dağıdıcıdır. Məqsədi yalnız müqəddəslərin işığa qayıtmasına mane olmaq və beləliklə kainatın işıq ovalının genişlənməsini dayandırmaqdır. Çünki onun özünün heç nə yaratmaq gücü yoxdur, o ancaq yaradanın işinə əngəl ola bilir. Və məhz bu qaranlığın, bu mübarizənin içində mətn bizə möhtəşəm bir ümid mesajı verir. Yaranış kitabından gətirilən bu sözlərə xüsusi diqqət yetirin. Bəşər varlığındakı ruh atəşdən deyil, birbaşa böyük yaradanın pak ağ işığından yaranıb. Bu o deməkdir ki, hər birimiz, bəli, siz də daxil olmaqla, böyük partlayışın o ilkin işığının sözün əsl mənasında canlı bir zərrəsini, bir qığılcımını özümüzdə daşıyırıq. Buna görə də bugün gündəlik fiziki ehtiyaclarımız, işləyib pul qazanmağımız, qidalanmağımız, yəni bir növ o maddi buğdanı istehlak etməyimiz bizi bu dünyaya bağlayır. Amma mahiyyətimiz əsla dəyişmir. Təməl mahiyyətimiz həmişə içimizdəki o ilahi işıqdır və o daim əbədiyyətə qayıtmağa can atır. Mən bu mürəkkəb eyni zamanda füsunkar izahı yekunlaşdırarkən sizi çox təhrik edici bir sualla baş-başa buraxmaq istəyirəm. Əgər bizim bütün varlığımız o ilkin böyük partlayışın maddi bədəndə sıxışıb qalmış sadəcə bir qığılcımıdırsa, sizcə biz əbədi olaraq bu maddi dünyada qalmağa məhkumuq? Yoxsa bəlkə də nəhayət yenidən işığa qayıtmaq üçün lazım olan o mükəmməl kodları hələ də elə öz daxilimizdə daşıyırıq? Bunu mütləq düşünün. Bu maraqlı mətin kainatını mənimlə birgə kəşf etdiyiniz üçün hər birinizə təşəkkür edirəm. Yaxın gələcəkdə yenidən görüşənədək.